Salam əziz izləyicilər. Martın 3-ünə gözlənilən hava proqnozunu diqqətinizə çatdırmaq istəyirəm. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz yağıntı olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 6-10 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacağı ehtimal edilir. Bununla yanaşı dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var. Bugünlük bu qədər. Növbəti buraxılışımızda görüşənədək.